Mənim kimimsə olsa, Qurandan olsa mənə dəstək olar. Vallahi elə bir mənim adamım yoxdur. Bacardığınız qədər dostlar dəstək olun, çox xahiş edirəm. Ya kiminsə tanışı, bir işi varsa faizə pul verən. Allah'ın olsun faizə götürüb yəni verirəm. Üstünün də nə qədər faizi var qaytarıram. Mən demirəm ki, kiminsə mənə borcu var. Deyirəm kimin nəyə güc çatır dəstək olsun. Ləman, bəli. Çox xahiş edirəm dostlar. Bazen maşınım yoxdur. Dostlar, maşın yoxdur. Bacardığınız qədər dəstək olun. Çox xahiş edirəm. Gəmcəli, başqa variantım yox deyə bədbəxt edərsən özünü ağarmalıyam. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər dəstək olun. Mən evlənməyimin ev puluna heç bir aidiyyəti yoxdur. Hamı verə pismasın, elə deyil. Sabah biri sənin deyək ki, birimizin oğlu var, evlənibdir, düzdür. Sabah biri pis çətin vəziyyətdədir. Onda ona da yazarlar ki, misal üçün, sən niyə belə eləyirsən? Pulun yox idi, evlənməz. Hamı pis vəziyyətə düşür da. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər kimin nəyə gücü çatır dəstək olsun. Kimin nəyə gücü çatır dostlar dəstək olun. Mən faizə pul verirəm, nə qədər lazımdır. Direktimə yaz danışaq qardaş, direktimə yaz danışaq. Mənim yaxınlarım yoxdur, Peter Pinis, deyir 15 attım. Qoy baxın. O yazır sizə mən 15 attım, gəlməyibdi qardaş, gəlməyib, 15 manat gəlməyib. Çox xahiş edirəm, kimin nəyə güc çatır dəstək olsun, Allaha xatir. Allahın adını at verirəm ki, yəni bir dənə dəstək olun. Nə olar ki, bir yalandan yazmayın da, orada yazırsınız, birisi mən 20 attım. Rövşən Rızayev, atsan gələr qardaş. Atmamışsınız, valla gəlmir. Çox xahiş edirəm. Burada, yəni mənim vəziyyətimə düşən hər bir insan ola bilər. Amma, yəni bir dənə xahişim budur ki, burada allatmayalım bir-birimizi. Bacardığınız qədər dəstək olun, çox xahiş edirəm. Müqəddəs Məryəm aslan 5 manat attım. Atsaz gələr dostlar, vallah gəlməyib. Yaradanımıza and olsun gəlməyib. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Valla faizinə də axtarım, tapa bilmirəm ki, yəni götürüm mən bir dənə işimi aşırdım. Hansı evə gedim, Qərənfil Əliyevə, hansı evə? İndi 50 manat atıram qaqa. Atsan gələr qardaş, atsan gələr. Atsan gələr, başı olun ola. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Vallahi billah deyirəm, 300 manatlı yəni belə baxanda, yəni hələ biraz kömək edəsə yığılar. Yanındadır dostlar, yanındadır. Gəl qalxaq, gəl. Qalxaq da yuxarı qalxaq, burada nə yanır? Bacardığınız qədər dostlar dəstək olun, çox xahiş edirəm.
Riyaziyyat müəllimi nə qədər lazımdır? 300 manat. And ol Allaha işləyib, yəni qaytaracam o pulu. Kim eləsə, dəstək olsa, köməkli olarsa, and ol Allaha qaytaracam. Allahın adını çəkirəm ki, qaytaracam. Çox xahiş edirəm, bacardığınız qədər dəstək olun. Biz masajırdayıq. Biz masajırdayıq, görürsünüz. Bu palyomu deyirəm, qalxaq yuxarı. Yox, düşmürsən, gəl. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Keç belə. Səbəb? Bəli, qurtuluş tələsi. Çox xahiş edirəm dostlar, kimin nəyə güc çatır dəstək olsun. Bacardığınız qədər dəstək olun. Melisa deyə gəl yasamala pul verim. Melisa. Melisa dəstək olmaq istəyirsə kartımızı atıram. Mən bu yasamala nə ilə gəldim? Dünən yığmamışam, riyaziyyat müəllimi. Dünən yığmamışam. 41 manat pul atmışdılar. And ol Allaha deyirəm, Quran and olsun. Onu da kommunalı ödədim. Xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Gələn ucu. Bağla tut qanqa bağın. Telefon qoy cibbədə, nə yesən sən telefonu? Melisa yoxdur, maşınım yoxdur. Melisa maşınsızam. Tozum deyir, nə olub ki? Evin kirəsinə görə dostlar dəstək lazımdır. Çox xahiş edirəm. 616 nəfəri var. Bacardığınız qədər dəstək olun. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər dəstək olun. Kimin nəyə güc çatır dostlar dəstək olsun. Çox xahiş edirəm. Dünən dedim sabah işə çıxıram. Bu günlərim getmişəm. And ol Allaha işə gəlməyə də 100 manat. Dedim prosta onu işləyib verərəm. Dedi problem yoxdur. Amma mən bu ev məsələni həll eləməmiş. Mən necə işə çıxa bilərəm? Çox xahiş edirəm. Bacardığınız qədər dəstək olun dostlar. Bacardığınız qədər dəstək olun. Gəl. Tez gəl. Tez gəl, bırak keçək. Gəl görün. Haydi. Gəl. Bacardığınız qədər dəstək olun. Çox xahiş edirəm. Sema Hüseynova göndərdi. Kim göndərdi? Nə göndərdi? Gəl də, o kutka qabağın bağla da. Hayır, istələməm.
Bəs tezgah. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Cənnət mələyi, Allah ömrü uzun eləsin. Allah sizin də balalarınızı xoşbəxt eləsin. Mən durub ki, burada kiməsə söymirəm, kimisə nəsə demirəm. Gəzməyə çıxırsınız, pul lazımdır. Gəzməyə çıxmamışıq, biz deyirik ki, bizə dəstək olun. Artıq nə istəyirik sizdən? Nə olar, Allahın xətrinə deyirik də. Bacarırsınız, dəstək olun. Bacarmırsınız, burada artıq yazmıyor. Çox xahiş edirəm. Yəni, bacardığınız qədər dəstək olun. Allah ürəyicə görə desin. Çox xahiş edirəm. Bacardığınız qədər dəstək olun dostlar. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər dəstək olun. Salam. Lalə, nəyə səbir olum, nə düzələr, ay baş üzə dönür. Nə olar, biri bir mal, 2 mal dəstək olmur. Hamı yazır düzələr, hamı yazır düzələr. Çox xahiş edirəm, bacardığınız qədər dəstək olun, nə olar ki? Bizim bu Azərbaycan millətimiz hara baxır? Azərbaycan oğullarımız hara baxır? Nə qədər var bəs? Allaha and olsun deyirəm. Qurana and olsun deyirəm, 300 manat yəni pul verməliyik. Çox xahiş edirəm, bacardığınız qədər dəstək olun. Gəmli həyat, 300 manat, gəmli həyat. Çox xahiş edirəm. Bəli, mən Azərbaycan oğullarının adını çəkirəm ki, yəni dəstək olsunlar. Çox xahiş edirəm, yəni imkanı şəxslərdən xahiş edirəm. Ayca. Son günlər iş var, qardaşlar, iş var, dəyərli insanlar, iş var. Sadəcə olaraq mən evin pulunu verməliyəm. Yəni onu verim, rahatlaşım. Çox xahiş edirəm dostlar. Kimin nəyə güc çatır, dəstək olsun. Allaha xatir. Gəmli həyat, vallahi bilmirəm. Elə küçənin ortasında qalmışıq. O başa gedirik, bu başa gedirik. Nə olar, Allaha xatir. Ya Allah, çox xahiş edirəm. Nə olar dostlar? Kimin nəyə güc çatır, dəstək olsun. Allaha xatir. Bacardığınız qədər dəstək olun. Gəl gedək belə bir məhəllərə baxaq həyətlərlə.
Ay və günəş xeyir yoxdur. Evimiz olsa nə gəzirik çöllərdə. Bacardığınız qədər dostlar, nə olar dəstək olun. Çox xahiş edirəm artıq dərəcədə sizdən. Bacardığınız qədər dəstək olun. Dostlar, nə olar bacardığınız qədər dəstək olun. Evin pulunu verə bilməmişəm dostlar. Qəzaya düşdüm, avtoqəza keçirtdim. Vəziyyətim çox pisdir, nə olar ki? Dəstək olun bir dənə. Hadi atamda bilim. Ad Aslan çıxır. Aslan çıxır adı. Allah kömək olsun. Yəni çox xahiş edirəm. Bacardığınız qədər dəstək olun. Gəlin. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər dəstək olun. Allaha xatir. Qayımdım, gəl. Yoxdur da Zümrüt, bir adam yoxdur. Bax, elə adam yoxdur ki, mən ondan istəyim. Gəl görüm qabağına bax. Kesmedi. Beş manat gəldi dostlar. 2 manat Allah ürəyinə görə versin.